Ancaq sonra birtəhər alışdı və işlər yoluna düşdü. Hətta o, axşama özünü ac qalmağa tamamilə öyrətdi. Ancaq bunun müqabilində fikrində gələcək şin ideyasını əbədi bir sürətdə saxladığından mənəvi cəhətdən qidalanırdı. Bu vaxtdan etibarən onun mövcudiyyəti özü də deyəsən bir qədər tamamlanmışdı. Elə bil ki, o evlənmişdi. Elə bil ki, onun yanında başqa bir adam var idi. Elə bil ki, o tək deyildi. Xoş bir həyat yoldaşı ömür yolunu onunla birlikdə getməyə razı olmuşdu. Və həyat yoldaşı həmin o qalın, pambıq sırıqlı, möhkəm, astarı süzülməmiş şineldən başqa bir şey değildi. Akaki Akakiyeviçin öz qarşısında müəyyən bir məqsəd qoymuş bir adam kimi nə isə xeyli canlanmış, hətta xasiyyətcə möhkəmlənmişdi. Şübhə, qətiyyətsizlik, bir sözlə bütün müttəhəddid və qeyri-müəyyən əlamətlər öz-özlüyündə onun üzündən və hərəkətlərindən yox olub getmişdi. Bəzən onun gözlərində bir ot parlar, hətta başında ən cürətli və cəsarətli fikirlər dolaşardı. Doğrudan da Şinelin yaxasına dələ xəzi qoymasınmı? Bu barədə düşüncələr az qalmışdı onu huşsuz etsin. Bir dəfə o, bir kağızın üzünü köçürərkən az qalmışdı səhv etsin. Belə ki, uf deyə çığırmış və xaç vurmuşdu. Hər ayın ərzində o, heç olmasa bir dəfə Petroviçə baş çəkib, onunla Şinel barəsində, Mahudu hardan almağın yaxşı olacağı barəsində və Mahudun nə rəngdə və neçəlik olması barəsində söhbət edərdi. Hərçəng bir qədər qayğılı da olsa, evə həmişə razı qayıdardı. Düşünərdi ki, nəhayət bir gün gələcək, bütün bunlar alınacaq və Şinel tikiləcəkdir. İş hətta onun gözlədiyindən də sürətlə getdi. Tamamilə gözlənmədən direktor Akaki Akakiyeviçə 40 və ya 45 manat deyil, düz 60 manat təyin etdi. Akaki Akakiyeviçə şinel tikdirmək lazım olduğunu duymuşdumu? Yoxsa bu öz-özünə əmələ gəlmişdimi? Ancaq beləliklə Akaki Akakiyeviçin 20 manat artıq pulu olmuşdu. Bu vəziyyət işin gedişini sürətləndirdi. 1-2-3 ayda azacıq azlığa dözmüş olsa, Akaki Akakiyeviçin doğrudan da 80 manat pulu yığılmış olacaqdı. Onun ümumiyyətlə sakit olan ürəyi döyünməyə başlamışdı. Elə birinci gün o, Petroviçlə dükanlara getdi. Çox yaxşı Mahud aldılar. Bəs necə? Çünki bu barədə hələ yarım il qabaqcadan fikirləşmişdilər və çox az ay olardı ki, onlar qiymət bilmək üçün dükanlara getməyə idilər. Bunun müqabilində Petroviç özü demişdi ki, bundan yaxşı Mahud heç olada bilməz. Astarlıq üçün kalenkor aldılar və elə yaxşı və sıx toxunmuş kalenkor idi ki, Petroviçin dediyinə görə ipəkdən də yaxşı idi. Hətta görkəm cəhətindən də ondan qəşəng və şux idi. Dələ xəzi almadılar, çünki doğrudan da baha idi. Onun əvəzinə yaxşı bir pişik dərsi seçdilər. Dükanda bundan yaxşısı yox idi. Bu elə bir pişik dərisi idi ki, uzaqdan onu həmişə dələ xəzinə bənzətmək olardı. Petroviç şinelin üzərində cəmi 2 həftə işlədi. Çünki sırıq işi çox idi. Əgər bu olmasaydı, onu daha tez qurtarardı. Petroviç 12 manat muzdaldı. Bundan az almaq heç cür mümkün değildi. Hamısını ipəklə tikmiş, 2 qat xırda tikişlə getmiş və bütün tikişləri Petroviç sonra öz dişləri ilə sıxa-sıxa cürbəcür figurlar işləmişdi. Bu əhvalatın düzü hansı gündə olduğunu söyləmək çətindir. Ancaq yəqin ki, bu gün Akaki Akakiyeviçin ömründə ən təntənəli bir gün idi. Çünki bu gün Petroviç şineli gətirib gəlmişdi. O şineli səhər tezdən departamentə getmək vaxtından biraz əvvəl gətirmişdi. Şinel heç bir zaman indiki kimi yerinə düşə bilməzdi. Çünki artıq bərk şaxtalar başlamışdı və bu şaxtaların getdikcə daha da şiddətlənəcəyi gözlənilirdi. Petroviç yaxşı bir dərziyə yaraşan kimi şineli gətirib gəlmişdi. Onun üzündə elə bir mənalı ifadə var idi ki, Akaki Akakiyeviç bunu heç bir zaman hələ görməmişdi. Sanki o, böyük bir iş görmüş olduğunu tam mənası ilə duymuşdu və birdən-birə özündə
elə sonsuz bir qabiliyyət olduğunu göstərmişdi ki, bu təzə paltar tikən dərzilərlə yalnız astar çəkən və yamaq yırtıq edən dərziləri bir-birindən ayırırdı. O şinelini bükdüyü cib dəsmalını açdı. Bu dəsmal paltaryuyan arvaddan yenicə alınmışdı. Petroviç həmin dəsmalı sonra işlətmək üçün büküb cibinə qoydu. O şineli çıxarıb çox lovğa-lovğa gözdən keçirtdi və hər iki əli ilə tutub çox sevinç bir hərəkətlə Akaki Akakiyeviçin çiyninə saldı. Sonra biraz dartdı və arxadan əli ilə çəkib yerinə oturtdu. Sonra onu Akakiyeviçin əyninə bir qədər yaxası açıq geyindirdi. Akaki Akakiyeviç yaşlı bir adam olduğu üçün şinelin qollarını geymək istədi. Petroviç qollarını geyməyə də ona kömək etdi. Məlum oldu ki, qollarını geyəndə də yaxşı durur. Müxtəsər, aşkar oldu ki, şinel tamamilə yaxşı tikilmişdir. Bu zaman Petroviç fürsəti əldən verməyib dedi ki, o yalnız lövhəsiz və kiçik bir küçədə yaşadığı üçün belə ucuz qiymətə tikir. Əgər Neva prospektində tikdirmiş olsaydı, ondan bircə əlmuzlu olaraq 75 manat alacaqdılar. Akaki Akakiyeviç bu barədə Petroviçlə bəhsə girişmək istəmirdi. Bir də ki, Petroviçin adamı çaşdırmaq üçün sadaladığı bütün böyük məbləğlərdən qorxurdu. O, Petroviçlə haqq hesabı üzüb ona təşəkkür etdi və həmin saat təzə şineli geyib departamentə getmək üçün küçəyə çıxdı. Petroviç də onun ardınca çıxıb küçəyə duraraq xeyli müddət uzaqdan şinelə baxdı və sonra qəsdən bir kənara getdi ki, əyri döngədən keçib yüyürə-yüyürə yenidən həmin küçəyə çıxsın və öz şinelinə bir də o bir tərəfdən, yəni qabaqdan baxsın. Bu zaman Akaki Akakiyeviç bütün duyğuları bayramsayağı coşqun bir halda getməkdə idi. O dəqiqənin hər bir anında hiss edirdi ki, əynində təzə şinel var. Hətta daxili şadlığından o bir neçə dəfə gülmüşdü də. Doğrudan da o iki başlı qazanmışdı. Biri bu idi ki, isti idi, biri də bu idi ki, yaxşı idi. O, yolun nə zaman getdiyini heç bilmədi. Bir də gördü ki, departamentdədir. Şveysar otağında o, şinelini çıxardıb hər tərəfini gözdən keçirdi və şveysara tapşırdı ki, ona xüsusi göz yetirsin. Nə surətdə isə departamentdə birdən-birə hamı xəbər tutdu ki, Akaki Akakiyeviçin şineli təzədir. Daha kapot yoxdur. Həmin dəqiqə hamı Akaki Akakiyeviçin şinelinə tamaşa etmək üçün Şveysar otağına yürüşürdü. Ona mübarəkbadlıq etməyə başladılar. Belə ki, o əvvəlcə yalnız gülümsündü. Sonra isə hətta utandı. Hamı bir-bir onun yanına gəlib təzə şinelin şirinisini istədikdə və heç olmasa hamıya bir axşam qonaqlığı vermək lazım gəldiyini söylədikdə, Akaki Akakiyeviç tamamilə özünü itirdi. Bilmədi nə etsin, nə cavab versin və yaxasını necə qurtarsın. O, bir neçə dəqiqədən sonra qıpqırmızı olmuş halda xeyli sadə dilliklə sözə başlayıb, hamını inandırmağa çalışdı ki, bu heç də təzə şinel deyil. Elə belə köhnə şineldir. Axırda məmurlardan biri, hətta şöbə müdirinin müavini yəqin ki, özünün heç də lovğa olmadığını və özünü aşağı dərəcəli adamlarla dostluq etdiyini göstərmək üçün dedi. Yaxşı, Akaki Akakiyeviçin əvəzinə mən sizə axşam qonaqlığı verirəm və xahiş edirəm bu gün bizə çaya gələsiniz. Bir də ki, elə yerinə düşüb, bu gün mənim ad günümdür. Məmurlar səmimiyyətlə həmin saat şöbə müdiri müavinini təbrik etdilər və onun təklifini həvəslə qəbul etdilər. Akaki Akakiyeviç birtəhər boyun qatırmaq istədisə də, ancaq hamı onu başa saldı ki, bu hörmətsizlik olar, belə etmək ayıbdır. O da artıq heç cür boyun qaçıra bilmədi. Amma sonra o, bu münasibətlə təzə şinelində axşam da küçəyə çıxıb gedəcəyini yadına salanda, bu iş ona xoş gəldi. Bütün bu gün Akaki Akakiyeviç üçün doğrudan da ən böyük təntənəli bir bayram idi. O tamamilə kefi kök halda qayıdıb evə gəldi. Şinelini çıxarıb ehtiyatla divardan asdı.
Mahuda və Astara bir də baxıb ləzzət aldı və sonra qəsdən müqayisə etmək üçün tamamilə üzülüb getmiş olan köhnə kapotunu çıxartdı. Həmin kapotu gözdən keçirib hətta özü də güldü. Şini ilə bunun arasında nə qədər böyük bir fərq var idi. Hələ sonra da yemək yeyərkən o, kapotun nə vəziyyətdə olduğunu ağlına gətirən kimi hey gülürdü. O, şən bir halda yemək yeyib, yeməkdən sonra heç bir kağız yazmadı. Yatağında bir qədər xumarlanıb havanın qaralmasını gözlədi. Sonra işi uzatmayıb geyindi. Şineli çiyninə saldı və küçəyə çıxdı. Onu qonaq çağıran məmurun harada yaşadığını çox təəssüf ki, deyə bilməyəcəyik. Yaddaşımız yaman korlanmışdır. Petrovda nə qədər küçə və ev varsa, hamısı başımızda bir-birinə elə qarışmışdır ki, oradan ağıllı başlı bir şey tapıb çıxarmaq yaman çətindir. Hər nə olur olsun, bircə şey yəqindir ki, həmin məmur şəhərin yaxşı hissəsində yaşayırdı və deməli Akaki Akakiyeviçin mənzilinə çox da yaxın deyildi. Akaki Akakiyeviç əvvəlcə işığı zəif olan bəzi tənha küçələrdən keçməli oldu. Ancaq həmin məmurun mənzilinə yaxınlaşdıqca küçələr daha canlı, gediş-gəlişli və daha işıqlı bir hal alırdı. O adamlara daha tez-tez rast gəlirdi. Gözəl geyinmiş xanımlar da gözə dəyməyə başladı. Rast gələn kişilər yaxalarına qunduz xəzləri vurmuşdular. Üzərinə zərli mıxlar çalınmış taxta barmaqlıqlı xizəkləri olan vankalara daha az təsadüf edilir. Əksinə moruq rəngli məxmər şapka qoymuş, laklı xizəkləri, ayı dərisindən örtükləri olan sürücülər tez-tez görünür. Şahnişinləri, bəzəkli karetaral təkərləri qarın üstündə cırıldaya-cırıldaya sürətlə küçədən keçib gedirdi. Akaki Akakiyeviç bütün bunlara yeni bir şey kimi baxırdı. Neçə illər idi o, axşamlar küçəyə çıxmazdı. O maraqla bir mağazanın pəncərəsi önündə durub, içəridəki şəklə tamaşa etməyə başladı. Bu şəkildə çəkməsini çıxaran gözəl bir qadın başdan başa çılpaq, qəşəng ayağını açıb göstərirdi. Onun arxa tərəfində başqa bir otağın qapısından bakembardlı və dodağının altına qəşəng ispansayağı saqqalı olan bir kişi başını çıxartmışdı. Akaki Akakiyeviç başını yırğalayıb güldü və yoluna davam etdi. O nə üçün gülmüşdü? Əsla tanış olmayan, lakin hər kəsin hər halda haqqında müəyyən bir duyğusu olan bir şeyə rast gəldiyi üçünmü? Yoxsa o da bir çox başqa məmurlar kimi düşünürdü ki, aman bu fransızların əlindən nə deyəsən? Bir şey ki, filan eləmək istəsələr, yəqin ki, eləyəcəklər filan fəsman. Bəlkə də o hətta heç bunu da düşünmürdü. Axı insanın qəlbinə girib onun bütün fikirlərini bilmək olmaz. Nəhayət, o şöbə müdiri müavininin yaşadığı evə gəlib çatdı. Şöbə müdiri müavini Jim Bol yaşayırdı. Pilləkən başında bir fənər yanırdı. Mənzil 2-ci mərtəbədə idi. Akaki Akakiyeviç giriş otağına daxil olduqda yerdə cərcə-cərcə qaloşlar göründü. Onların arasında otağın ortasında qoyulmuş bir samavar həm səslənir, həm də yaman buğulanırdı. Divarlardan şinellər və plaşlar asılmışdı. Bunların bəzilərinin yaxasında qunduz xəzi və məxmər var idi. Divarın o tayından hayküy və danışıq səsləri gəlirdi. Birdən-birə qapı açılıb, bir lakey əlində boş stəkanlar, qaymaq qabı və bir səbət suxari ilə dolu olan bir məcməyi ilə gəldikdə, bu səslər aşkar və aydın eşidildi. Görünür, məmurlar artıq çoxdan yığışmışdılar. Adama bir stəkan çay içmişdilər. Akaki Akakiyeviç özü öz şinelini asıb otağa girdi və onun qarşısında bir anda həm şamlar, həm məmurlar, həm trubkalar, həm kart stolları görünüb, hər tərəfdən yüksələn danışıq səsləri və oyan bu yana çəkilən stul gürültüləri onu çaşdırdı. O çox yöndəmsiz bir halda otağın ortasında durub, nə edəcəyini düşünərək bir çarə tapmağa çalışdı. Ancaq onu artıq görmüşlər. Onun haykü ilə qarşılayıb, həmin saat giriş otağına keçdilər və onun şinelini bir də nəzərdən keçirməyə başladılar.
Akaki Akakiyeviç bir qədər utanan kimi oldusa da, ancaq təmizürəşli bir adam olduğundan hamının Şineli tərifləməsinə sevinməyə bilmədi. Məlum şeydir ki, sonra hamı onun sözündən də, Şinelindən də əl çəkib öz qaydası ilə whist oyunu oynayan stolun başına yığışdılar. Bütün bu səs-küy, danışıq, yığın-yığın adamlar, bunlar hamısı Akaki Akakiyeviçə nə isə qəribə görünürdü. O heç bilmirdi əllərini, ayaqlarını, bütün vücudunu hara soxsun. Qumar oynayanların yanında oturub kartlara tamaşa etdi. Onun bunun üzünə doyunca baxdı və bir qədərdən sonra darıxdığını hiss edib əsnəməyə başladı. Bir də ki, onun adət elədiyi yatmaq vaxtı çoxdan keçmişdi. O ev sahibi ilə görüşüb xudafizləşmək istədi. Ancaq onu buraxmayıb dedilər ki, təzə paltarın şirinliyi üçün heç olmasa adama bir qədər şampan şərabı içməlidirlər. Bir saat sonra vinegretdən, dana əti soyutmasından, paştetdən, konter piroqlarından və şampan şərabından ibarət axşam yeməyini gətirdilər. Akaki Akakiyeviçə 2 qədəh şərab içirtdilər. Bunları içdikdən sonra o, adamların şənləndiyini hiss etdi. Ancaq heç bir surətlə yadından çıxara bilmədi ki, artıq saat 12-dir və evə getmək vaxtıdır.